Hə, dostlar, günlərin bir günü Molla Nəsrəddin kənd meydanında Çınar ağacının altındakı çayxanada cəmaata yaman lovğalanırmış. Əşi, pahu, siz nə danışırsınız? Mən gəncliyimdə elə ox atardım ki, milçəyi havada 2 yerə bölərdim. Mənim qılıncımın qabağında nə pələng dura bilərdi, nə aslan, ayda. Kənd cəmaatı Mollanın bu şirin yalanlarını öyrəşmişdi. Amma içlərindən biri dözməyib dillənir. Ay Molla, dilotu yemisən ey. 3 gündür meşiyə yekə, qorxunc bir boz ayı dadanıb. Qorxumuzdan gedib odun yığa bilmirik. Əgər belə pəhləvansansa, ged o ayını gəbərt, cəmdəyini gətir bura, biz də sənin pəhləvanlığına inanaq da. Molla cəmaatın içində pərt olmamaq üçün sinəsini irəli verir. Bunu mənə niyə indiyə kimi deməmisiniz? Sabah səhər tezdən gedib o ayının dərisindən özümə kürk dikdirəcəyəm. Səhər açılır. Molla evdəki ən böyük kamanını və iti uclu oxlarını götürür, minir sadiq eşşəyinə, yollanır meşiyə. Xeyli gedəndən sonra kolların arasından hündürlüyü 2 metrə çatan dağ kimi bir ayı çıxır. Vay, vay, vay. Mollanın dizləri əsməyə başlayır. Amma oxu kamana qoyub, var gücü ilə çəkir və buraxır. Vız! Ox gedib dəyir ayının yanındakı qağaca. Ayı yoxa çıxır. Molla sevinir ki, yəqin qorxusundan qaçıb gizləndi. Birdən kimsə arxadan Mollanın çiyninə yavaşca toxunur. Molla çevrilir və nəhəng ayı qollarını çarpazlayıb ona baxır. Ayı dilə gəlib deyir: Bax Molla, məni vurmaq istədin, amma vura bilmədin. İndi meşənin qanunlarına görə cəzanı çəkməlisən. Xırr, ya səni elə buradaca parçalayıb yeyəcəm, ya da əyiləcəksən, sənə elə bir təpik vuracam ki, kəndə qədər yuvarlanacaqsan. Molla can şirniyindən ikinci variantı seçir. Ayı ona elə bir təpik vurur ki, boing, Molla toz torpaq içində dığırlanaraq gəlib düşür kəndin girişinə. Amma Molla qəzəbdən partlayır. Öz-özünə deyir: Mən o ayıya Mollanın kim olduğunu göstərərəm. Oxla olmadı, gürzü ilə əzəcəm başını. Gedir birbaş kəndin dəmirçisinin yanına, ən ağır, üstü mismarlı bir gürz düzəltdirir. Səhəri gün Molla yenidən meşiyə daxil olur. Ayı eyni yerdə ağacın altında bal yeyir. Çəp-çəp-çəp, çap-çap-çap. Molla gizlincə yaxınlaşır, gürzü başının üstündə fırladır və var gücü ilə atır. Güm! Gürz dəyir qayaya, parça-parça olur. Toz duman dağılır. Molla baxır ki, ayda, ayı yenə yoxdur. Yenə kürəyinə kimsə toxunur. Molla qorxa-qorxa arxaya çevrilir. Ayı başını bulayaraq ona baxır. Ay Molla, yenə gəldin, yenə vura bilmədin, meşənin qanununu bilirsən və ayı Mollaya yenə bir təpik vurur. Yazıq Molla bu dəfə cırıq əmmamə ilə yerlə sürünərək çayxananın qabağına düşür. Üçüncü və son cəhd. Molla artıq hər şeyi gözə alıb. Gecə ikən gedir yerli bəyin qəsrinə, xahiş minnət edib, böyük bir savaş topunu borc alır. Topun içinə nə qədər barut, mərmi varsa doldurur. Tər içində gətirib çıxarır meşiyə. Ayı bulaqdan su içir. Molla topun lüləsini düz ayının tərəf çevirir, fitili yandırır və qulaqlarını tutur. Hiss, qışqırır başının üstü sandığı.
Cümbürüdüm. Elə bir partlayış olur ki, meşədəki ağaclar kökündən qopur. Yer titrəyir, meşəni qatı bir qara duman bürüyür. Molla ayağa qalxıb sevincək qışqırır. Hə, ha, 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 bu dəfə canını qurtara bilmədin. Səni loxma-loxma elədim. Duman yavaş-yavaş çəkilir, yerdəki nəhəng çuxurda heç nə yoxdur. Molla fəxirlə gülümsəyərkən birdən yenə kimsə yavaşca onun çiyninə toxunur. Molla daşa dönür. Yavaş-yavaş, titriyə-titriyə arxasına çevrilir. Ayı düz onun qarşısındadır. Üst başı tərtəmiz. Ayı əlini uzadıb mollanın əmmaməsini düzəldir, üstündəki tozları çırpır, ona çox mənalı, bezmiş bir baxışla deyir. Açıq danışaq da, Molla Nəsrəddin, sən bura deyəsən heç ov üçün gəlməmisən, ey?